bugünün Füzulisi Elza Seyitcan'dır. yok. Elza deyir ki, bir dəqiqə, necə? canımdır Elza bu. efirdə deyir ki, necə? Elza xanıma sual verdilər ki, Yo, Elza istedadlıdır, Elza'ya dedilər ki, Elza Füzuli böyük şairdir, yoxsa sən dedi mən. Sən buna razısan? Yok yok. Elza belədir da ama. Elza benim dostumdur. Mənim də. Amma Elza deməz, dedi ki, inanmıram. mən necə yəni efirdə deyib ki, mən Doğrudan çıxır. Füzulidən böyük şairəm dedi. Ola bilmez o. Necə? Mən yalan deyirəm. Füzuli aram ben ara, sen ara. Bir dənə o ara. zəhmət. Füzuli daha böyük şairdir yoxsa sən? Mən əlbəttə ki, deyərdim ki, mən böyük şairim. Çünki Füzuli devrində yazırdı ancaq. Amma bugünkü gündə həm yazırıq, həm bəstələyirik, həm dözürük, həm çırpınırıq, qoruyuruq sənəti. Mən Elzanı dəhşət dəstəkləmək fikrində Bəli. olmayaraq, Elza böyük bəstəkardır. Şeydir, nədir? Piyanistdir. İnstrumentalistdir, bəli. Bəstəkardır, piyanistdir. Səsi az da olsa var, oxuya bilir, öz mahnılarını oxuyur. Az da olsa. Amma hədə o dövrdə dastat o səslər yoxdur. O Elza kim oxuyur? Yer boş olduğuna göre Elza oranı doldurur. Ama Füzuli ile yok. Seyyid Əzim Şirvani'nin Nesimi ise girişe bilmez. O kapı senin üzerine bağlıdır. O kapını alar o Əliğə Vahid Seyyid Balaza Seyyid Əzim Şirvani kesip kölgəsindən Füzuli'nin. Seyyid Şirvani köçüb Füzuli Babelə gedəndə Seyyid Əzim Şirvani kölgə olmur, batalıcan gəlir. Əliğə Vahid yoxsa Seyyid Əzim Şirvani. Şirvani'dən sonra gəlib Vahid Əliğə. Əliğə var.